4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələr zamanı İordaniya Haşimlər Krallığının Kommunikasiya Nazirliyinin baş katibi Zahid Al-Navayeş bildirib ki, şəffaf, məsuliyyətli və etik media fəaliyyəti beynəlxalq münasibətlərdə etimadın möhkəmləndirilməsinə, gərginliyin azaldılmasına və konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verir. Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin baş katibinin müavini Zhang Ling isə bildirib ki, müasir informasiya mühitində etimadın möhkəmləndirilməsi və dayanıqlı kommunikasiya ekosisteminin formalaşdırılması media diplomatiyası ilə media savadlılığının bir-birini tamamlayan istiqamətlər kimi inkişafını zəruri edir. İnformasiyanın işıq sürəti ilə yayıldığı, lakin eyni zamanda saxta xəbərlərin və manipulyativ məzmunların real faktları kölgədə qoyduğu fərqli bir rəqəmsal ekosistemdə yaşayırıq. Müasir dövrün ən böyük paradoksu ondan ibarətdir ki, rəqəmsal texnologiyalar bəşəriyyətə informasiya limitsiz və sürətli çıxış imkanı versə də, insanların xəbərlərə, qurumlara və ən əsası bir-birinə olan etimadını tarixdə heç vaxt olmadığı qədər sarsıdıb. Belə bir qlobal böhran şəraitində 4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu mövzusundakı panel müzakirəsi həm dövlətlər, həm də fərdlər səviyyəsində informasiya təhlükəsizliyinin yeni yol xəritəsini çizir. Mövzu medianın daxili problemindən kənara çıxaraq birbaşa beynəlxalq münasibətlərin sabitliyi və cəmiyyətlərin daxili təhlükəsizliyi ilə sıx bağlı olan fundamental strateji istiqamətdir. Bugün dünya dəyişib və dünyada baş verən proseslər medianın rolunu artırıb, jurnalistikanın məsuliyyətini artırıb, peşəkar jurnalistika sadəcə xəbər çatdırmır, həm də cəmiyyətlər arasında anlaşma yaradır, köhnə stereotipləri azaldır və hesab edirəm ki, dialoqa yol açır. Buna görə də media nümayəndələrinin məsuliyyəti əvvəlki illərlə müqayisədə daha çox artıb. Klassik diplomatiya ənənəvi olaraq qapalı qapılar arxasında rəsmi notalar və bəyanatlar vasitəsilə aparılırdısa, rəqəmsal əsr bu prosesi birbaşa ictimaiyyətin gözü qarşısına daşıyıb və media diplomatiyasını qlobal siyasətin ən təsirli yumşaq güc alətinə çevirib. Forumda İordaniya Haşimlər Krallığının rəsmisi Zahid Al-Navayeş tərəfindən vurğulanan şəffaf, məsuliyyətli və etik media fəaliyyəti formulu məhz dövlətlər və xalqlar arasında kommunikasiya körpülərinin yenidən qurulmasını hədəfləyir. Təəssüf ki, müasir dünyada bəzi qlobal media şəbəkələri geosiyasi maraqların alətinə çevrilərək münaqişələri daha da qızışdırır, cəmiyyətlər arasında nifrət ritorikasını alovlandırır. Bunun əksinə olaraq obyektiv prinsiplərə əsaslanan media diplomatiyası stereotipləri qırmağa, gərginliyi azaltmağa və tərəfləri konstruktiv əməkdaşlığa sövq etməyə qadirdir. Şuşa Media Forumunun özü də müxtəlif coğrafiyalardan və fərqli baxış bucaqlarından olan beynəlxalq ekspertləri bir araya gətirməklə bu növ obyektiv dialoq platformalarının yaradılmasının nə qədər həyati əhəmiyyət daşıdığını praktiki olaraq sübut edir. Lakin media diplomatiyasının dövlətlər və qurumlar səviyyəsində qurduğu bu etibarlı mühit fərdlər, yəni informasiya istehlakçıları tərəfindən dəstəklənmədikdə yarımçıq qalır. Məhz bu məqamda prosesin ikinci sütunu, media savadlılığı aktuallaşır. Süni intellekt texnologiyalarının sürətli inkişafı, xüsusilə deepfake və neyron şəbəkələri vasitəsilə manipulyasiya edilən kontentlər artıq adi oxucunun faktla yalanı ayırd etməsini qeyri-müəyyən həddə çatdırıb. Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin baş katibinin müavini Zhang Ling'in qeyd etdiyi kimi, media diplomatiyası ilə media savadlılığı paralel şəkildə inkişaf etdirilməlidir. Çünki dövlətlər nə qədər güclü informasiya strategiyası yürütsələr də, vətəndaşların tənqidi təfəkkürü və rəqəmsal immuniteti yoxdursa, cəmiyyətlər dezinformasiya hücumları qarşısında müdafiəsiz qalacaqlar. Media savadlılığı sadəcə xəbər oxumaq bacarığından daha dərindir. O, informasiyanın ilkin mənbəyini sorğulamaq, gizli mesajları və iqtisadi-siyasi maraqları oxumaq, ən əsası isə emosional manipulyasiyalara təslim olmamaq elmidir. Bu
Bu baxımdan media savadlılığı təhsil sistemində və ictimai sahədə sistemli maarifləndirmə proqramlarının həyata keçirilməsi lüksünü geridə qoyaraq birbaşa milli təhlükəsizlik tələbinə çevrilib. 4-cü Şuşa Qlobal Media Forumunda müzakirələr göstərdi ki, bugün informasiya təhlükəsizliyi artıq milli təhlükəsizliyin çox vacib bir hissəsidir. İndi müharibələr təkcə silahla deyil, silahla getmir. İnformasiya məkanında gedir. Ona görə də ehtimadın bərpası, dezinformasiya qarşı mübarizə və media savadlılığının artırılması qlobal gündəmin ən önəmli məsələlərindən biridir. Panel müzakirələrinin nəticəsi ondan ibarətdir ki, qlobal informasiya məkanında etimadın bərpası birtərəfli və ya yalnız bir qurumun öhdəliyinə buraxılacaq bir məsələ deyil. Dövlət qurumlarının normativ hüquqi tənzimləmələri, beynəlxalq təşkilatların institusional əməkdaşlığı, media subyektlərinin etik kodekslərə sadiqliyi və vətəndaş cəmiyyətinin fəal maarifləndirmə təşəbbüslərinin kəsişməsində mümkün olan kollektiv məsuliyyət prosesidir.